Ermənistanın baş naziri Nikol Paşinyan qondarma erməni soyqırımının 110 illiyi münasibəti ilə keçirilən yürüşdə Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına münasibət bildirib. Global Info-az xəbər verir ki, baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan Armenpress-ə açıqlamasında Paşinyanın hadisə ilə bağlı fikirlərini çatdırıb. O, baş nazirin bayraqların yandırılmasını pislədiyini deyib. Stat: Nikol Paşinyan bunun məsuliyyətsiz və qəbul edilməz davranış olduğunu düşünür. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən də qonşu ölkələrin bayraqlarının yandırılmasına dövlət başçısı tərəfindən başqa cür yanaşma mümkün deyil. Bu təxribatçı və təhrik edici bir təcrübədir. Statın sonu. Qeyd edək ki, ötən gün İrəvanın Respublika meydanında qondarma erməni soyqırımının 110 illiyinə həsr olunmuş məşəl yürüşü keçirilib. Ermənilər burada Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar. Həmçinin bəziləri Bakı və Ankaranı əsassız iddialarla ittiham edərək revanşist fikirlər səsləndiriblər. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.